Hamımız layiq olduğumuz qədər qazanmaq istəyirik, elə deyilmi? Amma nə isə sanki alınmır. Bəlkə də düşünürsünüz ki, cavab daha çox kurs keçməkdə ya da işi dəyişməkdədir. Amma işin maraqlı tərəfi odur ki, mütəxəssislərə görə əsl maneə heç ağlımıza gəlməyən bir yerdə gizlənir. Gəlin o gizli maneənin nə olduğunu birlikdə üzə çıxaraq. Bəli, bu yəqin ki milyonlarla insanın özünə verdiyi sualdır. Amma cavab çox vaxt düşündüyümüz kimi daha çox işləməkdə və ya daha çox diplom toplamaqda deyil. Ekspertlər deyir ki, problem kökündən fərqli bir yerdədir. Yəni, məsələ nə yeni bir sertifikat almaq, nə də karyeranı tamamilə dəyişməkdir. Yaxşı, əgər problem bunlar deyilsə, bəs onda nədir? Məlum olur ki, cavab bütün bu müddət ərzində elə gözümüzün qabağında öz içimizdə olub. Hə, məsələ heç də düşündüyümüz kimi xarici amillərdə deyil. Əsl maneə heç fərqində olmadan hər gün təkrarladığımız daxili bir vərdişdir. Baxın, bütün məsələnin açarı budur. Demək olar ki, bütün araşdırmalar eyni nəticəyə gəlir. Real maliyyə artımı bir qadının öz zəhmətini, öz əməyini dəyərsizləşdirməyi dayandırdığı anda başlayır. Məhz o an hər şey dəyişir. Gəlin bu vərdişə biraz daha yaxından baxaq. Bilirsiniz, söhbət sadəcə təvəzzükarlıqdan getmir. Bu insanın öz potensialını məhv edən, fürsətləri sanki əli ilə itələyən dağıdıcı bir vərdişdir. Özünü dəyərsizləşdirmək. Bir anlıq təsəvvür edin. Mükəmməl bir iş görürsünüz, vaxtında təhvil verirsiniz, amma beyninizin dərinliyində bir səs pıçıldayır, nə olsun ki, onsuz da asan idi. Bax, bu daxili səs sizin irəliləyişinizin qarşısındakı ən böyük əngəldir. O, sizin dəyərinizi başqalarının gözündə azaltmazdan əvvəl öz gözünüzdə azaldır. Və ən təhlükəlisi odur ki, bu vərdiş gündəlik, çox xırda detallarda gizlənir. Bəlkə də bunlar sizə də tanış gələcək. Məsələn, bacarmayacağınız qədər işi boynunuza götürmək, peşəkar məsləhətləri sırf bir sağ ol üçün vermək, ya da başqasının səhvini düzəldib sonra da onsuz da böyük iş deyildi demək. Bunların hamısı eyni zərərli vərdişin fərqli-fərqli üzləridir. Bunun isə birbaşa bioloji bir təsiri var. Siz öz əməyinizi kiçildəndə beyninizə çox aydın bir siqnal göndərirsiniz. Bu zəhmətin heç bir dəyəri yoxdur, buna görə də enerji sərf etməyə heç dəyməz. Və burada deyərdim ki, bir qızıl qayda var. Dünya bizə, özümüzə verdiyimiz dəyəri güzgü kimi əks etdirir. Əgər siz öz zəhmətinizi ucuz hesab edirsinizsə, təəssüf ki, dünya da sizə məhz o qiyməti təklif edəcək. Yaxşı, problemi anladıq. Bəs çıxış yolu nədir? Sevindirici xəbər odur ki, həll yolu çox sadə, amma bir o qədər də güclü bir zehni dəyişiklikdən keçir. Hər şey beynimizdəki sadəcə bircə cümləni dəyişdirməklə başlayır. Fərqə bir baxın. Daxili dialoqumuzda etdiyimiz bu kiçik dəyişikliyin nə qədər böyük təsiri var. Bu heç nə deyil demək əvəzinə, bu önəmlidir deməyə başlayanda, siz sadəcə sözləri dəyişmirsiniz. Siz hər şeyə olan yanaşmanızı dəyişirsiniz. Bu, həm öz sərhədlərinizi çəkir, həm də ətrafınızdakiların sizə hörmət etməsinə səbəb olur. Yaxşı, bəs bu daxili dəyişiklik baş verəndən sonra nə olur? Gəlin baxaq, bir qadın öz əməyini kiçiltməyi dayandırdıqda onun davranışlarında konkret olaraq nələr dəyişir? Və bu aqressiv olmaq demək deyil, əsla. Bu, aydın və özündən əmin olmaq deməkdir. Öz dəyərini bilən qadın nə istədiyini dəqiq ifadə edir. Ehtiyaclarını dürüstcə dilə gətirir. Enerjisini qorumaq üçün çox rahatlıqla yox deyə bilir və ən əsası, hamını məmnun etmək kimi mümkünsüz bir missiyadan imtina edir. Bu davranış dəyişiklikləri daxildə yeni bir hiss yaradır. Bunu sərtliklə və ya kobudluqla sərf salmaq olmaz. Bu tamamilə fərqli bir şeydir. Bu peşəkar bir yetkinliyin və özünə hörmətin gətirdiyi bir sambaldır. Və nəticədə özünü çox gözlətmir. Siz özünüzə dəyər verdikcə, ətrafınızdakılar da sizi daha ciddi qəbul etməyə başlayır. Rəhbərlər, həmkarlar, müştərilər, hamı sizi daha diqqətlə dinləyir. Niyə? Çünki siz artıq öz sözünüzə özünüz inanırsınız. Yəni, gəlin yekunlaşdıraq. Bütün bunların mənası nədir? Əsas prinsip çox sadədir. Bizim özümüzü necə görməyimiz, reallığımızı da elə formalaşdırır. Bu istat məncə bütün məsələni mükəmməl şəkildə xülasə edir. Problem işin miqdarında və ya keyfiyyətində deyil. Problem, görülən o keyfiyyətli işin dəyərinin daxilən, ürəkdən qəbul edilməməsidir. Və bu, bəlkə də bugün danışdığımız ən güclü fikirdir. Gəlir artımı, daha çox çalışmaqla deyil, özünü dünyaya məcbur və borçlu hiss etməyi dayandırmaqla gəlir. Yəni, bu performansdan çox bir mövqe məsələsidir. Sonda hər şey gəlib bu nöqtəyə çıxır. Siz öz dəyərinizi bilən bir insan kimi davranmağa başlayanda, bu enerji sanki ətrafa yayılır. Dünya bu dəyişikliyi hiss edir və gec-tez sizə layiq olduğunuz qarşılığı verməyə başlayır. Sonda isə bir anlıq dayanıb özünüzə qulaq asın. Böyük bir işi bitirəndən sonra özünüzə dediyiniz o ilk cümlə nə olur? Bəlkə də daha çox qazanmağa gedən yol elə məhz o cümləni dəyişdirməkdən başlayır.